Köləlik rəsmiləşir, məişət zorakılığı qanuniləşir, ərindən qaçıb ata evinə gedən qadın və ona kömək eləyənlər həbs olunur. Üsyançı müxalif sayılanlar məhkəməsiz öldürülə bilər, Hənəfi məzhəbini tərk eləmək 2 il həbslə cəzalandırılır. Bütün bunlar orta əsrlərdə baş vermir, yox. 2026-cı ildə elan edilən Talibanın yeni məhkəmələr üçün cinayət prosessual məcəlləsində nəzərdə tutulur. Artıq rəsmən cəmiyyət 4 qrupa bölünür. Üləmalar, elita, orta təbəqə, aşağı təbəqə. Eyni cinayətə görə aşağı təbəqə fiziki cəza alır, elita isə sadəcə nəsihət eşidir. Taliban liderlərini təhqir eləyənlərə şallaq və həbs cəzası verilir. 34-cü maddə bildirir ki, əgər qadın ərinin icazəsi olmadan dəfələrlə atasının və ya digər qohumlarının evinə gedərsə və ərinin tələbinə baxmayaraq evə qayıtmazsa, qadın və onun ərinin evə getməsinə mane olan hər hansı ailə üzvü və qohumu cinayətkar sayılır və 3 ay müddətinə həbs ediləcək. 32-ci maddə bildirir ki, yalnız ər qadını dəyənəklə döyərsə və bu hərəkət yara və ya bədən əziyi kimi ağır xəsarətlə nəticələnərsə və qadın bunu hakim qarşısında sübut eləyə bilərsə, ər 15 gün müddətinə həbs ediləcək. Bununla belə, qadınlara qarşı digər fiziki, psixoloji və cinsi zorakılıq növləri açıq şəkildə qadağan edilməyib. Qanun müəllimlərə də uşaqları döymək üçün dolayı icazə verib. 48-ci maddə bildirir ki, uşaq namazı tərk eləsə, ata öz 10 yaşlı oğlunu cəzalandıra bilər. Sənəddə köləlik rəsmiləşdirilir, qul və ağa terminləri işlənir. Ağalara qullarını cəzalandırmaq səlahiyyəti verilir. Yalnız Hənəfi məzhəbi müsəlman sayılır, yalan inancları müdafiə eləyənlərin, müxaliflərin öldürülməsi ictimai maraq adı ilə imamın icazəsi ilə mümkün hala gəlir. Hənəfi məzhəbini tərk eləyənlərə 2 il həbs nəzərdə tutulur, İslam qaydalarını lağ eləmək həbslə nəticələnir. Amma lağ etmək ifadəsinin bir meyarı yoxdur. Yeni sənədə əsasən hər bir müsəlman günahkar gördüyü şəxsi cəzalandıra bilər. Rəqs eləmək, ona baxmaq və ya fəsad məclisində iştirak eləmək cinayətdir. Amma fəsad sözündən taliblərin nə anladığı ancaq məhkəmələrdə aydın olacaq. Müxalifləri görüb xəbər verməyənləri də həbs gözləyir. Taliban 2021-ci ilin avqustundan İslami şəriət qaydaları ilə yenidən Əfqanistanı idarə etməyə başlayıb.